Türkiyənin parlayan gənc simalarından biri Sudən Seçkin bu il keçiriləcək Miss Turan 2025 layihəsindəki çıxışı ilə diqqətləri üzərinə çəkib. Gözəlliyi ilə yanaşı, daxili enerjisi və səhnə xarizması sayəsində layihə rəhbərlərinin diqqətini qazanan gənc model indi artıq televiziya ekranlarında da izləyicilərinin qarşısına çıxmağa hazırlaşır. Məlumata görə Sudən yaxın günlərdə çəkilişlərinə start veriləcək yeni bir dram mafiya serialında baş rollardan birini canlandıracaq. Serial müasir dövrün gənclik münasibətlərinə və həyatdakı seçimlərə toxunan maraqlı bir hekayə üzərində qurulub. Sudən bu layihədə sadəcə bir aktrisa deyil, hisslərini tamaşaçıya ötürməyi bacaran bir ekran siması kimi təqdim olunacaq. Onun təbii oyunu və səmimi baxışları obraza reallıq və inandırıcılıq qatacaq. Hər bir rol bir həyat kimidir. Mən bu dəfə özümə bənzər bir obrazla qarşılaşdım və onunla birlikdə böyüməyi seçdim deyə Sudən Seçkin bildirib. Gənc model son illərdə moda çəkilişlərində və layihələrdə qazandığı təcrübə sayəsində kameraya adaptasiya və emosional ifadə qabiliyyəti ilə seçilir. Miss Turan 2025 layihəsindəki performansı da onun ekran üçün hazır bir sima olduğunu göstərib. Layihə komandasının sözlərinə görə Sudən Seçkinin rolu seriala həm duyğu, həm də zəriflik qatacaq. Onun gənclik enerjisi və incə davranış tərzi ekran qarşısındakı izləyiciləri yeni bir nəfəs gətirəcək. Serialın premyerası 2026-cı ilin əvvəlinə planlaşdırılır və artıq həm Türkiyədə, həm də Azərbaycanda maraqla gözlənilir. Sudən Seçkin bu layihə ilə model dünyasından ekran sənətinə keçid edən yeni nəsil istedadları gənclərin arasında öz yerini möhkəmləndirir.